bu videoda izləyin ki, bir gün ərzində satılan kərə yağları hələ tamına çəkə bilməmişəm ki, sizlərə tam olaraq ki, nə qədər bu kərə yağından satılıb. Bu videodan sonra izləyəcəksiniz. 2 avqustdur. Əgər bu yağ bu qədər yaxşı olmasaydı, əziz izləyicilərim, heç vaxtı bu yağdan bu qədər bir mağazaya gəlməzdi, gəlişi davam etməzdi. Hər kəs gəlir mağazamıza, dadına baxır, daha sonra əldə edir. Dadına baxmamış heç kim məhsulu almır. Dadına baxın. Baxın, zaten yediyiniz zaman məhsuldan anlayışı olan birisinizsə, görəcəksiniz ki, məhsul keyfiyyətlidir, ağza yapışmır. Bunu bilənlər bilir ki, kərə yağını bilənmək çox rahat bir şeydir və Təbrizin hər bir məhsulu hər zaman dediyim kimi ucuz və münasibdir, qiyməti münasibdir. Siz hələ də bahalığa aldanmaq istəyirsinizsə aldana bilərsiniz. Xahiş edirəm kommentlərdə yazın ki, bu dövrdə 11 yoxsini kərə yağı olar. Olar deyənlər, gedin siz hələ də bahalılara alın, öz işinizdir. Zaten biz kasıbın dostuyuq ki, zaten elə bunu kasıblar yox, imkanlılar da alır. Kimlər bilir ki, bunu karobkalarla kimlər daşıyır. Yenicə gəlmiş mağazamıza nələrdir? Montra kərə yağlarıdır ki, yenidən gəlib mağazamıza. Bu da subutudur. Yaxınlaşın, sertifikatlı Montra kərə yağlarımızdan əldə edin. 1 kiloqramının qiyməti cəmi mağazamızda 11 manat 90 qəpiyyədir. Alın, razı qalmasanız geri gətirin. Yaxud da hər zaman deyirəm ki, az alın, yoxlayın. Bir şey ki, bütçənizdən heç nə itirmiş olmayacaqsınız. 2 avqustdur. Dediyim kimi, hələ də davam edirik. Yağlarımız alınır müştərilərimizdə. Kilosu 11 manat 90 qəpiyə olan yağlarımız müştərilərimiz tərəfindən baxılır, daşındıqdır da sevilir. 37 manat və 39 manat 70 qəpiyə. 2 avqustdur. Yağımız 1 kilo 9.90, 23 manat 70 qəpiyə. Tamam. Müştərilərimiz alır, sevir. Səsi Azərbaycana yayılan, təriflədikcə sevilən, sevildikcə alınan, alındıqca da yayılan məşhur yağlarımız. Bütün Azərbaycana səs salmağı bacardıq. 950 qramda 11 manat 30 qəpiyə idi. Müştərilərimiz tərəfdən alınan yağlar 2 avqustdur. Biz hələ də işləyirik, bazar günüdür, yorğunuq. Amma yağlarımızın satışına davam etdiririk. 6 karobka gəlib, amma vaxt eləməmişəm çəkməyə. Birazdan onu da çəkəcəm. Bu yağımıza görə küçələrə düşüb gələnlər kim bu istinin günündə axşama qədər yağ satmışıq. Hələ 6 karobka gəlib, gedə indi sizə onu göstərəcəm. Hay, qoyuram, buyur anam, qoyuram, buyur. Verdim salatanı da sənə. Yağlarımız müştərilərimiz tərəfindən bəyənilir. 140 şübhəni 11 manat 90 qəpiyə. 33 manat 77 qəpiyə. Ancaq yağ. Bəli, yağ da bir dənə. Bazar günüdür, biz işləyirik. Yağlarımız satılır. Satıldıqca da bütün aləmə qərq olan yağlarımız sevilir. Bazar günüdür. Polmu sürətlə işləyirik. Çünki müştərilərimiz maşallah hər zamanki kimi bazar günü olanda hücum edirlər mağazamıza. Gəlin siz də mağazamıza. İşlədim, çox qəşəngdir. Ondan mən də işlədim. Kilosu 11 manat 90 qəpidir. 75 manat 99 qəpiy elədi. 6 kilo 386 qramdır. 75 manat 90 qəpiy bu nə qədər elədi? Onu da sayım deyirəm. Bazar günüdür, 2 avqustdur. Biz günə başlamışıq. Deməli ki, yağın kilosu 11 manat 90 qəpiydir. 4 kilo 536 qramdır xanım. 53 manat 98 qəpiy. Və xanımın aldığı bazarlıqlar. Biz bazar günə başlamışıq. Yağlarımızın satışını davam etdiririk. Həmişəki kimi mağazamızda yağlarımız daşıldıqca daşılır və sevilir. Təbrizin təmiz kərə yağıdır, bazar günüdür. Günə başlamışıq. Ona o birisi açılır üstü. Bunlar da sağ Benim hər zaman kimi müştəri dolu mağazamız. Yağlarımız da ki satılır tapba tərəfindən maşallah. Naxçıvana gedən yağımız. İran bizə yaxındır. Hə, bizdən keçə bilmirik, düzdür. Bizə görə yaxındır. Aysa, düzdür. Yağımız var, təzə gəlib, 6 karobka. Sabah da gələcək zaten. Yerdən yaxşı yağdır. Aha, bəli, yaxşı yağdır. Bütün Azərbaycan səs salmış yağımız müştərilərimiz tərəfindən daşınır. Hər kəsə də yayılır. Nəyə görə yayılır? Keyfiyyətli yağ olduğu üçün yayılır. Həqiqətən də almağa dəyər bir yağdır. Təmiz kərə yağıdır. Necə? Sabah da götürüləcək. Sabah da alınacaq. Naxçıvana da götürüləcək. Naxçıvan, hə, lap yaxşı. 28 manat 11 qəpik. Yağlarımız
Neler var mağazamızda. Yağlar yeniden gelip müşterilerimiz tarafından daşıldıqca daşılır, alınır, sevilir. Maşallah, maşallah. Alman yağım, alındıqca daşınan yağım, ölkəyə səs salan yağlarımız müşterilerimiz tarafından o kadar çok sevilir ki bu gelir bacısına deyir, bacı dayı qızına deyir. Herkes gelir yağlarımızdan almasının tek sebebi keyfiyyətli yağ olmasıdır. Buna emin olabilirsiniz. 6. gündür biz başlamışıq da satmağa, düyü, paraşok, yağ satmağa. Satıldı, satılan yağlarımız müşterilerimiz tarafından dəhşət dərəcədə çox sevilir. Dadına baxan hər kəs alır. Gələn kimi müşterilerimiz alır, sınamaq üçün aparılanlar var, yenidən gəlib alanlar var. Siz də gəlin, bir dəfə alın, aslını görəcəksiniz. Kloklarınızı verim. Hansı kloklar çıxındır? Hə, bayağı alışveriş İndiri olan. Buyurun.